ABŞ ordusu Yəmən torpaqlarını bombardman edib. Əl-Husi hərəkatını hədəfə alan Amerika hava qüvvələrinin qırıcılarının evləri bombalaması nəticəsində çox sayda mülki vətəndaş həyatını itirib. Əl-Husi hərəkatının rəsmi saytının verdiyi xəbərə görə həyatını dəyişənlər arasında çox sayda azyaşlı uşaq və qadın var. Yerli əhali dağıntılar altından çox sayda cəsədi çıxara biliblər. Ölənlərin arasında parça-parça olmuş cəsədlərin də olduğu video görüntülərdən məlum olur. Əl-Husi hərəkatı isə ABŞ-ın bu cinayətini sərt tənqid edib. İranın silahlı qüvvələri yer-yer tipli qatı yanacaqla işləyən uzun mənzilli Siccil 2 raketlərini yeni modelini uğurla sınaqdan keçirib. Siccil 2 raketləri 1000 kilometr məsafəni qət etmək iqtidarındadır. Qeyd edək ki, İranın Şahab 3 raketləri də 2000 kilometr məsafədə olan hədəfi məhv edə bilir. ABŞ prezidenti Barack Obama'nın administrasiyasının yaydığı bəyanatda bildirilir ki, Guantanamo həbsxanasının məhbusları Illinois'dakı dustaqxanaya köçürüləcəklər. ABŞ-ın dövlət katibi Hillary Clinton həmçinin Müdafiə, Ədliyyə və Milli Təhlükəsizlik nazirlərinin imzaladıkları məktubda ABŞ hökumətinin Thompson İslah Mərkəzini almağa hazır olduğu qeyd edilib. Guantanamodan köçürülən dustaqların digər məhbuslarla birgə qalacaqları nəzərdə tutulur.